Cənab Prezident, rəsmi nümayəndə heyətinin üzvləri, Latviyadan gələn qonaqlar, xanımlar və cənablar. Latviya prezidentini rəsmi səfərdə qəbul etməkdən çox məmnunam. Bizim əla müzakirələrimiz oldu və sənədlər imzalandı. Müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bugün təşkil olunan Biznes Forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir. Məmnunam ki, cənab prezidenti Latviyadan olan böyük bir iş adamları qrupu müşayiət edir və əminəm ki, Azərbaycanlı həmkarları ilə təmaslar maraqlı və məhsuldar olacaq. Əlbəttə ki, istənilən biznes fəaliyyətinin arxasında bir neçə faktor dayanır. İlk növbədə biznes qurduğunuz ölkədəki sabitlik, proqnozlaşdırılma imkanı, biznes və investisiya mühiti, həmçinin bağlantılar, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox digər amillər. Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son 4-5 il ərzində sürətli artımın şahidi olaraq. ÜDM-də qeyri-neft sənayesinin payı 50%-dən 70%-dən artığa qədər yüksəlib. Və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq bir reallıqdır. İndi biz ixracımızın şaxələndirilməsi üzərində fəal işləyirik. Baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır. İstər yerli, istərsə də xarici sərmayədarlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asıllığımızı tədricən azaltdıq. Bugün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün və yalnız Dünya Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq. Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1%-nə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi zənnimcə bir neçə ay ərzində sıfıra endirə bilərik. Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var ki, bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilir. İnvestisiya prioritetləri aydındır. Biz bunu qismən artıq müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik. Həmçinin əminəm ki, Azərbaycanlı həmkarlar qonaqlara rəqəmlər barədə də məlumat veriblər. Son 20 il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və
buna böyük mənada nail olunub. Planlarımıza gəlincə, biz Azərbaycanda və həmçinin xaricdə əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır. Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Biz neft satışı ilə başladıq. İndi təbii qazı, elektrik enerjini, neft kimya məhsullarını ixrac edirik və yaşıl enerjini ixrac etməyi planlaşdırırıq. Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng, günəş və külək potensialına malik bərpa olunan enerji mənbələridir. Biz artıq böyük oyuncuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız hansı ki təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır. 2032-ci ilə qədər 8 giqavatlıq günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpa olunan enerji ilə əvəz edəcək. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək. Bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdır, son bir neçə ayda isə daha da artıq olub. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bugün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Biz ən böyük hasilatçı və ixracatçı deyilik. Bizdən daha böyük oyuncular var, lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik. Avropa İttifaqına üzv olan bir çox ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir. Əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyimiz digər sahə bağlantıdır. Burada coğrafiya investisiyalarımızla və Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzun müddətli siyasətlə tamamlanır. Bu artıq baş verir və şərqdən qərbə və əks istiqamətdə, şimaldan cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərirlər. Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara, investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan üzərindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin eyni zamanda daşıma haqları və zaman nöqteyi nəzərindən rəqabətli olsun. Burada investisiyalar üçün böyük imkanlar var. Çünki bugün Azərbaycan olmadan şərq və qərb arasında bağlantı problematikdir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik. Yeri gəlmişkən, Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən ilə artır. Bugün biz əsasən ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı olan fürsətləri də müzakirə etdik və birgə İqtisadi Komissiyanın
Həmsədlərinin hər ikisi Kənd Təsərrüfatı Naziridir. Əlbəttə ki, əhalimizin 40%-dən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək. Orada yaxşı infrastruktur yaradılıb və rayonlarda biznes imkanları var. Əlbəttə ki, onlar paytaxtda olan biznes imkanlarından fərqlidir. Buna görə də kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarə edilməsi bütün bu sahələrdə dövlət və özəl şirkətləri Azərbaycanda layihələr həyata keçirirlər və hesab edirəm ki, Latviya sərmayədarları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı. Həmçinin Ələtdə olan azad iqtisadi zonada yaxşı xidmətləri təmin edir və böyük həcmdə xarici sərmayələrin cəlb edilməsinə artıq imkan yaradan investisiyalara yönümlü qanunvericilik mövcuddur. Buna baxmayaraq, bugün aydındır ki, xarici sərmayələri cəlb etmək asan bir iş deyil, lakin hesab edirəm ki, qanunverici çərçivə və əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt azad iqtisadi zonasını cəlb edicidir. Müzakirə etdiyimiz və ola bilsin potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir. Biz hər iki ölkənin bu sahədə imkanlarını fəal şəkildə inkişaf etdirdiyini öyrəndik və bizə gəldikdə isə biz artıq müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərimizin söhbət özəl və dövlət şirkətlərindən gedir. Məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə, birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var. Bugün etdiyimiz qısa çıxışlarımızda tərəfdaşlığın bütün sahələrini əhatə etmək çətindir, lakin əminəm ki, forum ərzində və ondan sonra olan təmaslarda, çünki əlbəttə ki, bu tədbirin təcrid edilməməsi üçün sonraki təmaslar olmalıdır, bir çox digər imkanlar araşdırılacaqdır. Sözsüz ki, biz bir ölkə olaraq və əminəm ki, biznes dairələrimiz də Latviyada sizin prioritet hesab etdiyiniz layihələrdə sərmayə imkanlarında maraqlıdır. Bugün müzakirə etdiyimiz kimi biz hər iki ölkənin uğurla əməkdaşlıq edə biləcəyi potensial layihələrin siyasını tərtib edə bilərik. Sonuncu məsələ isə prezidentin səfərinin əhəmiyyəti ilə bağlıdır. Mən bir daha mənim dəvətimi qəbul etdiyinizə görə sizə minnətdarlığımı ifadə edirəm. Mən tək-bətək görüşümüzdən və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən və nahar zamanı apardığımız müzakirədən çox məmnun qaldım. Bir daha təşəkkür edirəm. Sizə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, bizim biznes nümayəndə heyətləri bütün müsbət tendensiyaları dəstəkləyəcəklər. Bir daha xoş gəlmisiniz. Cənab Prezident, nazirlər, həm Azərbaycanın, həm də Latviyanın biznes ictimaiyyətinin nümayəndələri, ilk öncə Cənab Prezident, bizi qəbul etdiyiniz üçün və biznes forumda iştirak edərək hər iki ölkədən olan sahibkarların qarşısında çıxış etdiyiniz üçün çox sağ olun. Sizin çıxışınızdan sonra danışmaq çox asandır, çünki siz hər məqamı əhatə etdiniz və mən sizinlə razılaşa bilərəm. Əlavə edə biləcəyim yeganə məsələ Latviyada olan imkanların kiçik reklam edilməsi ilə ola bilər. Azərbaycanın prioritetlərini və inkişafını mahircəsinə vurğuladığınız üçün hesab edirəm ki, əlavə etmək lazımdır ki, Latviya və Azərbaycanla əməkdaşlıq etməyə, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır. Tarixə nəzər salsaq, görərik ki, Bakı neft hasil edən şəhərə çevrilən zaman 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində bir çox Latviyalılar artıq burada mühəndis, müəllim olaraq iş taparaq işləyiblər və bizim həm iqtisadi, həm də mədəni bağlantımız
düşündüyümüzdən daha da böyük və daha da genişdir. Hesab edirəm ki, təlatümlərin baş verdiyi bir vaxtda mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam. Biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub. Ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcəkdir. Prezidentin elə indicə qeyd etdiyi kimi, müzakirələrimizin əsas hissəsi iqtisadi və ticari əlaqələrə həsr olunmuşdur. Mən sadəcə cənab prezidentin dediyini təkrarlamaq istəyirəm. Müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq var. Biz görürük ki, müdafiə sənayesində texnologiyalar çox sürətlə inkişaf edir. Hazırda elə biz danışdığımız zaman süni zəka, fərqli həll variantları ixtira olunur. Bilirəm ki, burada Azərbaycanda çox yaxşı potensial var. Lakin mən həmçinin qeyd edə bilərəm ki, Latviyanın da çox sürətlə inkişaf edən müdafiə sənayesi var. Dronlar, dron əleyhinə sistemlər yalnız görünən hissədir. Bununla belə, müdafiə sənayemiz müxtəlif layihələr üzərində işləyir və müdafiə sənayemiz həm Avropada, həm kənarda tərəfdaşları tapmaq və onlarla əlaqələri gücləndirməkdə maraqlıdır. Nəzərə alsaq ki, burada həmin sənayinin nümayəndələri əyləşib, ümidvaram ki, biz yaxın vaxtlarda müəyyən gözə çarpan və real nəticələri görəcəyik. Elə prezidentin təklifi ilə mən Ağşəhəri ziyarət etdim. Çox böyük təəssürat bağışladı və cənab prezident mənə söylədilər ki, o 15 ildən az müddətdə həyata keçirilib. Çünki bildirdilər ki, ideya hələ 2011-ci, 12-ci illərdə hazırlanıb və siz ilk öncə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq 21-ci əsrə uyğun müasir şəhəri yarada bildiniz. Bu, Azərbaycanın potensialını göstərir. Həmçinin inanıram ki, istər memarlıq, istər mühəndis təklifləri və ya dizayn sahəsində öz ekspert bacarıqlarını təqdim etmək məqsədi ilə bu cür layihələrə qoşulmaq və iştirak etmək üçün sərmayədarlara və digər ölkələrə böyük dəvət var. Burada görürəm ki, bizim potensialımız var və Latviyanın bu sahədə çox təklifləri mövcuddur. Biz həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığı xeyli müzakirə etdik. Belə alınıb ki, həm biz tərəfdən, həm sizin tərəfdən hökumətlər arası komissiyanın həmsədrləri kənd təsərrüfatı nazirləridir. Düşünürəm ki, bu sahədə ticarətin artırılması yollarını araşdırmaq imkanları çox böyükdür. Çünki biz rəqabət aparan tərəf deyilik. Əslində, biz bir-birimizi tamamlaya bilərik. Əlbəttə, həll olunmalı məsələlər hər zaman olur. Məsələn, yoxlamalar, sertifikatlaşdırma və s. Lakin biz çox müsbət yanaşırıq ki, Azərbaycanın hakimiyyət orqanları və hökumət bu yaxınlarda qərar qəbul etdilər ki, biz bu sahədə ticarətə və mübadilələrə imkan yaradacağıq. Latviya meşələr ölkəsidir və bizim meşə ehtiyatlarının idarə olunmasında zəngin təcrübəmiz var. Burada yenə çıxır ki, Kənd Təsərrüfatı Naziri Latviyada meşəçilik məsələləri üzrə cavabdehdir və o, həmin sahədə Latviyada hökumətin həyata keçirdiyi bütün siyasətə görə məsuliyyət daşıyır. Beləliklə, biz söylədiyiniz proqramın icrası, ağacların əkilməsi, Azərbaycanda, o cümlədən azad edilmiş ərazilərdə meşəçilik işlərinin icrasında imkanların araşdırılmasına hazırıq və bunda maraqlıyıq. Burada mən həmçinin təhsil və təlim sahələrində əyani əməkdaşlıq imkanını görürəm. Biz həmçinin digər sahələr, əczaçılıq sənayesi haqqında söhbət apardıq. Bağlantılar məsələsinə nəzər saldıq. Bir daha qeyd edim ki, Latviya hər zaman Avropanın şimalı və mərkəzi Avropa üçün giriş qapısı olub.
Bəzi geosiyasi hadisələr cərəyan edir və biz onları maneə kimi deyil, hava limanlarında yük infrastrukturu, hava daşımaları, digər daşımalar yolları və logistikanın inkişaf etdirilməsi imkanı kimi görürük. Çünki bu sahələr ölkələrimizin təqdim edəcəyi və əslində bir-birini tamamladığı sahələrdir. Burada həmçinin Latviyanın xeyli ekspert bacarıqları var. Burada biraz çətinliklə üzləşirəm. Yəni, əgər mən və ya cənab prezident hansısa məsələni qeyd etmiriksə, bu demək deyil ki, biz onu yaddan çıxartdıq, yaxud o vacib deyil. Sadəcə müəyyən vaxt çərçivəsi var. Bir sözlə, mən çox ümid edirəm ki, cənab prezidentlə və onun nazirləri ilə apardığımız danışıqlar və bu biznes forum işgüzar dairələrimizə əməkdaşlıq yollarını tapmaq, yeni ideyaları qazanmaq, ola bilsin, əvvəlki layihələrə yenidən nəzər salmaq, onları gündəmə gətirərək hazırlamaq kimi işlərə təkan verəcək. Düşünürəm ki, Azərbaycan prezidenti və mənim iştirakımla gördüyünüz və eşitdiyiniz odur ki, biz ticari və iqtisadi əlaqələrimizə önəm veririk. Bəli, bəzi tarixçəmiz oldu. İqtisadi və ticari münasibətləri müəyyən dərəcədə əngəlləyən Covid dövrü oldu. Çıxış etdiyimiz zaman regionda müəyyən hadisələr cərəyan edir. Lakin düşünürəm ki, hadisələr həm hökumətlərimizi, həm işgüzar dairələri birgə işdən ayırmalı deyil. Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, o cümlədən NATO-nun üzvü kimi Latviya, Azərbaycan ilə həmin təşkilatlar, eləcə də iki tərəfli təşkilatlar arasında əməkdaşlıq üçün işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün ekspert bacarıqları ilə bölüşməyə hazırdır. Biz həmçinin bir faktı da yüksək qiymətləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkələri üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacib isə energetika sahəsində strateji tərəfdaşdır. Cənab Prezident Azərbaycanda hansı işlərin hazırda aparıldığını artıq qeyd etdi. İnanın mənə, Avropada və o cümlədən bizim regionda bu yüksək dəyərləndirilir. Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşlar əldə olunmalı ən mühüm sərvətdir. Latviyanın iqtisadi inkişafı sabitdir. Bizim həll olunmalı çox çağırışlarımız var. Mən bununla belə tam əminəm ki, elə indicə təsvir etdiyimiz həmin strategiyalar vasitəsilə sərmayə yollarını tapmağa çalışmalıyıq. Sərmayələr bir tərəfli olmur. Düşünürəm ki, ideyalar Azərbaycandan, sərmayədarlardan daxil olur və onlar Latviyaya sərmayə yatırmaq üçün imkanları araşdırmalı və onlardan yararlanmalıdır. Həmçinin, ya birgə müəssisə, yaxud isə burada müxtəlif texnoloji sahələrdə sərmayədar olmağa marağı olan Latviya şirkətləri də var. Bir sözlə qeyd etmək istəyirəm ki, bizim əla siyasi müzakirələrimiz keçdi. Tam razıyam ki, burada müxtəlif məsələlərə aid çox yaxşı müzakirələrimiz oldu. Bilirsiniz, bundan kimsə mütləq yararlanmalıdır. Çünki cənab prezidentlə razılaşdığımız kimi müəyyən vaxtdan sonra görüşəcəyik. Mən həmçinin Azərbaycan prezidentini Latviya Respublikasına rəsmi səfərə dəvət etdim. Çox güman ki, səfər gələn il başlayacaq. Beləliklə, hamımız, prezidentlər, hökumətlər və biznes icmasının növbəti görüşümüzə qədər təxminən bir il vaxtı var. Çox ümid edirəm ki, sonra Riqada görüşdüyümüz zaman biz nəinki bölüşməyə gözəl ideyalarımız, o cümlədən bu biznes forumdan sonra baxacağımız çox konkret nəticələrimiz olacaq. Bir sözlə, çox məhsuldar biznes forum arzu edirəm. Mən tədbirdə iştirakına Latviyaya və həmçinin ticari münasibətlərə çox müsbət münasibət bəslədiyinə görə Prezident Əliyevə şəxsən təşəkkürümü bildirirəm. Mən sizinlə işimizi davam etdirməyi səmimiyyətlə arzulayıram. Belə də davam etməlidir. Çox sağ olun.